Əziz abituriyentlər, bu gün sizlərlə birlikdə çox maraqlı və vacib mövzuya toxunacağıq. Bugünkü dərsimizin mövzusu vulkanlar mövzusudur. Bu gün biz vulkanların harada yerləşdiyini və hansı maddələr püskürdüyünü sizlərlə birlikdə təkrar edib öyrənəcəyik. İlk olaraq gəlin bir şeyi dəqiqləşdirək. Vulkanlar ümumiyyətlə yer üzərində təsadüfi şəkildə yayılmayıblar. Yəni xəritəni açıb baxanda aydın şəkildə görünür ki, vulkanlar sanki müəyyən xəttlər üzrə düzülüblər. Bu da bizə onu göstərir ki, onların yerləşməsi yer qabığının quruluşu və tektonik tavalarla, yəni proseslərlə birbaşa əlaqəlidir. Vulkanları öyrənəndə və yaranmasında ən əsas və vacib amillərdən biri tavaların hərəkətidir. Yer qabığı iri litosfer tavalarından ibarətdir və bu tavalar litosfer plitələri daimi olaraq hərəkət edirlər. Məhz bu hərəkətlərin baş verdiyi ərazilərdə vulkanlar daha çox formalaşır. Bundan öncəki dərslərimizdə biz geosinkronal qurşaqlar haqqında danışmışdıq. Geosinkronal qurşaqlarımız Alp-Himalay, Ant-Kordilyer, Sayış-Tökən odlu halqası və Orta Okean dağ silsiləsidir. Məhz aktiv vulkanların da əksəriyyəti həmin tavaların sərhədlərində yerləşirlər. Gəlin ilk öncə vulkanın nə olduğuna baxaq. Vulkanlar uşaqlar üst mantiyada ərimiş maddələrin yüksək təzyiq və temperaturla səthə çıxması prosesidir. Və bu proses maqmatizm adlanır. Maqmatizm. Demək, vulkan nə oldu? Vulkan üst mantiyadakı ərimiş maddələrin yüksək təzyiq və temperaturla yer səthinə çıxma prosesidir. Bu prosesi də biz maqmatizm prosesi deyirik. Vulkanların özünə məxsus elementləri var. Birinci elementi vulkanın maqmasıdır, ocağıdır. Bu maqma ocaq üst mantiyada yerləşir. Maddələr burada ərinti halındadır. Və tektonik çatlar vasitəsilə vulkan püskürərkən vulkan boğazı vasitəsilə budur. Vulkan boğazı vasitəsilə həmin maddələr yüksək təzyiq və temperaturla yer səthinə çıxır və çıxarkən özünə zirvədə dairəvi formada çökəklik yaradır. Həmin çökəkliyə biz krater deyirik. Əgər vulkanların kraterinin diametri 1,5-2 kilometrdən çoxdursa, biz ona artıq o zaman kaldera deyirik. Təkrarlayaq. Odlu maqmanın yer səthinə çıxdığı kanal vulkan boğazı adlanır. Vulkan boğazının da dağın zirvəsində yaratdığı çökəkliyə krater deyirik. Həmin kraterin diametri də 1,5 və 2 kilometrdən artıqdırsa, o zaman artıq burada demək kraterin adı olur kaldera. Bəzən vulkanlar özləri üçün müəyyən istiqamətlər üzrə yol açmağa çalışır. Məsələn, bu yan krater kimi. Burada isə əvvəlki püskürmə demək krateri yerləşir. Lava, kül layları vulkan artıq püskürəndən sonradır. Burada boğaz vasitəsilə maqma çıxır. Burada bizim kraterimiz var və çıxan qaz, kül və daşlar. Bu da atmosferə daxil olur. Vulkan konusundan çıxan. Gəlin indi dünyanın aktiv vulkanizmlərinə baxaq. Ayrıca həm aktiv vulkanlara, həm sönmüş vulkanlara və vulkanların ümumiyyətlə püskürdüyü maddələrə. Vulkanlar püskürdüyü maddələrə görə iki qrupa bölünür. Demək, turş tərkibli vulkanlar, turş tərkibli vulkana bəzən qatı vulkanlar da deyirlər, yaxud da stratovulkan. Turş tərkibli, yaxud da stratovulkan. Və əsasi tərkibli vulkanlar. Buna da demək qalxanvari, yaxud da havay tipli vulkanlar deyilir. Təkrarlayaq. Vulkanlar püskürdükləri maddəyə görə iki qrupa bölünür. Turş tərkibli vulkanlar, buna biz həm də stratovulkan deyirik və əsasi tərkibli vulkanlar, buna da demək havay tipli yaxud da qalxanvari vulkanlar deyilir. Birinci qrup turş tərkibli vulkanlar materik yer qabığında yaranır. Bu materiklə materikin toqquşma sərhəddinə uyğun gəlir, yaxud da okeanla materikin toqquşma sərhəddinə uyğun gəlir. Yəni qranit qatın mövcud olduğu yer qabığında turş tərkibli vulkan olacaq. Turş tərkibli vulkanların da digər adı dedik ki, stratovulkanlardır. Bunların xüsusiyyəti demək zirvələri hündür olurlar, yamacları dik olur və püskürdüyü maddələr qranit, datsit və liparitdir.
Bu maddələr demək qatı olduğundan hərəkət sürətləri zəif olur və ona görə də bu tipli vulkanik dağlarının hündürlüyü əsas tərkibli vulkanlarla müqayisədə daha hündür olur. Gəlin digər qrupa keçək. Əsas tərkibli vulkanlar. Əsas tərkibli vulkanlara başqa biz qalxanvari yaxud da havay tipli vulkanlar deyirik. Bu tipli vulkanlar okean yer qabığında yaranır. Yəni iki okean tipli yer qabığı ayrılarkən yaxud da aralarında çat yaranarkən burada aktiv vulkanizm prosesi baş verir və biz də bilirik ki, okean yer qabığında qranit qat mövcud deyil. Burada bir bazalt qatı var, bir də üst-üstə də çökmə qatı var. Və buradan püskürən maddələr aydın məsələdir ki, qranit olmadığına görə qranit püskürə bilməz. Püskürdüyü maddələr də olur bazalt, andezit bazalt və peridodit. Oldu əsas tərkibli vulkanlar, yaxud da havay, yaxud da demək qalxanvari vulkanlar. Gəlin indi vulkanlara həm işıqlanma qurşaqları üzrə baxaq, həm də onların yerləşdiyi ölkələr və püskürdüyü maddələrə görə. Birinci başlayaq demək Avropadan. Avropada İslandiya adasında Hekla, Bardarbunga və Eyjafjallajökull adında aktiv vulkanlar var. Ümumiyyətlə İslandiya adası xatırlayaq ki, Avrasiya tavası ilə Şimali Amerika tavalarının divergent sərhəddində, yəni ayrılma sərhəddində yerləşir. Burada qranit qat olmadığından bu vulkanlar demək bazalt, andezit bazalt və peridodit tipli demək əsas tərkibli vulkanları püskürmüş olacaq. İşıqlanma qurşağı da şimal mülayim işıqlanma qurşağıdır. Burada şimal qütb dairəsidir, burada isə şimal tropikidir. Olur şimal qütb işıqlanma qurşağı. Keçək növbəti vulkanlara. Avropada növbəti vulkanlarımız Etna, Vezuvi və Stromboli vulkanlarıdır. Etna, Vezuvi, Stromboli. Hər üç vulkan Avropada, demək İtaliya ərazisində yerləşir. Etna vulkanı yerləşir İtaliyanın Siciliya adasında. Etna Siciliya adasında yerləşir. Vezuvi vulkanı İtaliyanın əsas hissəsi olan Apennin yarımadasında yerləşir. Stromboli vulkanı isə kiçik adada yerləşir. Hər üç vulkan aktiv vulkandır və Afrika tavası ilə Avrasiya tavasının sərhəddində yerləşir. Yəni materik tipli yer qabığı ilə materik tipli yer qabığının toqquşduğu sərhəddədir. Demək bu tipli vulkanlar olacaq stratovulkan. Kolliziya sərhəddidir. Materiklə materik toqquşanda kolliziya sərhəddi olur, stratovulkanlar olur. Hər üç vulkanı püskürdüyü maddələr qranit, datsit və liparitdir. Keçək və işıqlanma qurşağı da olur şimal mülayim işıqlanma qurşağı. Keçək növbəti vulkanlara. Rusiyanın Kamçatka yarımadası olan demək Klüçi Sopkası vulkanı. Rusiyada Kamçatka yarımadasında Klüçi Sopkası adında vulkan var. Ümumiyyətlə Rusiyanın əsas aktiv sahəsi onun şərqi hissəsidir, Sakit Okean sahilləridir. Burada Sakit Okean tavası, yəni okean tipli tava ilə Avrasiya materik tipli tava toqquşur. Yəni subduksiya zonası yaranır. Nəticədə okean tipli yer qabığı keçir materik tipli yer qabığına, materik tipli yer qabığında isə vulkanlar püskürür. Yəni Klüçi Sopkası subduksiya zonasında yerləşməklə turş tərkibli vulkan püskürür. Qranit, datsit və liparit. Ümumiyyətlə bir şey qeyd edeyim ki, Rusiyanın Kamçatka yarımadasında 29-dan çox aktiv vulkan var. Onların içində ən məşhuru Klüçi Sopkasıdır. 4866 metr olmalıdır, səhv eləmirəmsə. Oldu Klüçi Sopkası Rusiya. İşıqlanma qurşağı da şimal mülayim işıqlanma qurşağı. Keçək növbəti vulkana. Növbəti vulkanımız Yaponiya vulkanlarıdır. Yaponiya ərazisində Fudziyama və Asu adında aktiv vulkanlar var. Hər ikisi Sakit Okean və Avrasiya tavalarının subduksiya zonasında yerləşir. Materik tipli yer qabığında yerləşir. Turş tərkibli vulkanlar püskürür və Fudziyama vulkanı Yaponiyanın əsas hissəsi olan Honshu adasında yerləşir. Asu vulkanı isə Yaponiyanın kiçik adalarından olan Küsü adasında yerləşir. O qədər də kiçik deyil, amma nisbətən Hokkaido Honshuya nisbətən kiçikdir. Demək Fudziyama yerləşdi. Fudziyama demək Honshu adasında, Asu vulkanı isə yerləşdi Küsü adasında. Yaponiyanın Küsü adası. Keçək növbəti vulkanlara. Növbəti vulkanlarımız Filippinin vulkanlarıdır. Filippin ərazisində Pinatubo və Apo adında aktiv vulkanlar var.
Pinatubo vulkanı yerləşir Filippinin Luzon adasında, Apo vulkanı isə yerləşir Filippinin Mindanao adasında. Hər iki vulkan aktivdir. Demək, Filippin tavası ilə Avrasiya tavasının subduksiya zonasında yerləşir. İşıqlanma qurşağı tropik işıqlanma qurşağıdır. Şimal tropiki ilə cənub tropikinin arasında yerləşir. Növbəti vulkanlar İndoneziya vulkanlarıdır. İndoneziya ərazisində Kerinci, Krakatau, Semeru, Slamet, Aguna adında aktiv vulkanlar var. Bu vulkanlar İndoneziyanın böyük və kiçik zonda adalarında yerləşir. Ekvator xəttindən cənubda yerləşirlər. Tropik işıqlanma qurşağıdır və Hind-Avstraliya tavası ilə Avrasiya tavasının sərhəddində yerləşirlər. Subduksiya zonasında yerləşirlər. Aktiv vulkanlardır. Növbəti vulkanlarımız Yeni Qvineya adasının şərq hissəsində olan Lamington vulkanıdır. Bu vulkan da Hind-Avstraliya tavası ilə Sakit Okean tavasının sərhəddində yerləşir. Aktiv vulkandır, subduksiya zonasıdır. Yəni turş tərkibli vulkan püskürür. Keçən uşaqlar, demək Afrikanın vulkanlarına. Afrikanın şimal-qərbində Kanar adalarında Taide vulkanı var. Bu demək ada vulkanik adada yerləşir. Qranit qat burada yoxdur. Əsas tərkibli vulkan hesab olunur. Daha sonra Afrikanın Qvineya körfəzi sahillərində Kamerun vulkanı, Afrikanın ekvator xəttindən cənubda yerləşən Karisimbi və Kilimanjaro vulkanları. Ümumiyyətlə Kilimanjaro Afrikanın ən hündür zirvəsidir. 5895 metr. Demək Taide, Kamerun, Karisimbi və Kilimanjaro. 4 vulkan hər biri seysmik cəhətdən aktivdirlər. Kamerun, Karisimbi, Kilimanjaro turş tərkibli, Taide isə demək əsas tərkibli vulkandır. Kenya isə burada sönmüş vulkanlardır. Sönmüş vulkanlara ayrıca qayıdacağıq. Afrika ilə bu qədər. Keçən Şimali Amerika. Şimali Amerikada ABŞ-ın Alyaska ştatında demək Katmai vulkanı yerləşir. Seysmik cəhətdən aktivdir və Venyaminov vulkanı yerləşir. Bu da Alyaska yarımadasının özündədir. Seysmik cəhətdən aktivdir. ABŞ ərazisində ayrıca əsas hissəsində Reyner və Shasta vulkanları, bunlar da seysmik cəhətdən aktivdir. 4 vulkanın 4-ü də turş tərkiblidir. Demək okeanla materikin subduksiya zonasında yerləşir. Demək işıqlanma qurşağı isə şimal mülayim işıqlanma qurşağı. Beləcə bir də geri dönüş eləyək. Afrikanın Taide vulkanı şimal mülayim işıqlanma qurşağındadır. Yerdə qalan Kamerun, Karisimbi və Kilimanjaro isə tropik işıqlanma qurşağında yerləşdi. Bunu bayaq unutdum demədim. Belə. Keçən Mərkəzi Amerika vulkanlarına. Burada yerləşir Kolima, Orizaba, Popocatépetl, Taxumulku və Momotombo. Bax bu vulkanlar hər biri tropik işıqlanma qurşağında yerləşirlər. Seysmik cəhətdən aktivdirlər. Kokosla Şimali Amerika tavasının sərhəddində yerləşir. Turş tərkibli vulkanlardır. Daha sonra keçən Kiçik Antil adalarına. Kiçik Antil adalarında Montonpeli adında aktiv vulkan var. Karib tavası ilə Şimali Amerika tavasının sərhəddində yerləşir. Daha sonra keçən Cənubi Amerika. Cənubi Amerikada ekvator xəttindən şimalda Ruiz vulkanı yerləşir. Kolumbiya ərazisindədir. Cotopaxi, Chimborazo. Cotopaxi sönmüşdür, Chimborazo aktivdir. Hər ikisi Ekvador ərazisində yerləşir. Cotopaxi aktiv, Chimborazo sönmüş. Daha sonra San Pedro Llullaillaco isə Çili ərazisində yerləşir. Hər ikisi seysmik cəhətdən aktivdir. Burada nəyi nəzər yetirəyin? Baxın diqqətlə. Ruiz, Cotopaxi, San Pedro. 3 vulkan tropik işıqlanma qurşağındadır. Llullaillaco isə cənub mülayim işıqlanma qurşağındadır. Üstəlik Llullaillaco dünyanın ən hündür aktiv vulkanıdır. 6723 metr. Daha sonra keçək Avstraliya və Okeaniyaya. Avstraliya, Okeaniyada yerləşən vulkanlarımızdan Havay adalarını sadalamaq olar. Havay adalarında Mauna Loa, Mauna Kea, Kilauea və Hualalai adında aktiv vulkanlar var. Təkrar edirəm. Mauna Loa, Mauna Kea, Hualalai və Kilauea. Hər biri aktiv vulkanlardır. Havay adaları yerləşir tropik işıqlanma qurşağında və Sakit Okean tavasının mərkəzində tektonik çat nəticəsində yaranıbdır. Burada qranit qat olmadığından burada olan vulkanların hamısı əsas tərkibli vulkanlar hesab olunurlar.
Yəni bu vulkanların püskürdüyü maddələr bazalt, andezit, bazalt və peridot adlı maddələrdir. Daha sonra keçən Yeni Zelandiyaya baxağın. Yeni Zelandiya adalarında ümumiyyətlə yadınızdadırsa, Abel Tasman 1642-ci ildə Yeni Zelandiya adasını kəşf eləyir. Düşünür ki, bura yalnız bir adadan ibarətdir. 18-ci əsrin 70-ci illərində isə James Cook, ingilis səyyah, 3 dəfə dünya səyahəti eləmiş səyyah, Yeni Zelandiya adasının ortasından keçərək, bu hissədən keçir. Deyir ki, burada demək əslində bu bir ada yox, 2 adadan ibarətdir və aradakı boğazı Cook boğazı adlandırırlar. Burada yerləşən vulkanın adı Ruapehu vulkanıdır. Ruapehu vulkanı Yeni Zelandiyanın şimal adasında yerləşir. Şimal. Seysmik cəhətdən aktivdir. Sakit Okean tavası ilə Hind-Avstraliya tavasının bu hissədən keçən tavanın sərhəddində yerləşir. Turş tərkibli vulkandır. Daha sonra bizim burada belə bir qeydimiz var. Erebus və Terror vulkanları cənub və şərq yarımkürələrində yerləşir. Yəni bax burada. Erebus fəaliyyətdə olan vulkandır. Terrorun püskürməsinə dair isə məlumat yoxdur. Yəni Erebus aktiv, Terror isə sönmüş vulkan hesab olunur. Amma səhv eləmirəmsə bəzi mənbələrdə hər iki vulkanı seysmik cəhətdən aktiv, yəni aktiv vulkan hesab eləyirlər. Yəni burada maraqlı bir məlumatdır. Olsun. Demək Erebus fəaliyyətdə olan vulkan, Terror isə sönmüş kimi qeyd olunur. Oldu işıqlanma qurşaqlarına görə və qitələr üzrə vulkanların ardıcıllığı. Ümid edirəm ki, hər hansı bir vulkanı unutmadıq. Keçən növbəti faylımıza buranı silək. Növbəti faylımızda adada yerləşən vulkanları qeyd edəcəyik. Demək, Ruapehu son olaraq qeyd elədiklərimizdəndir. Yeni Zelandiyanın şimal adasında yerləşir. Konvergentdir. Ölkə olaraq Yeni Zelandiyadır. Erebus Ross adasındadır. Həmçinin Terror da Ross adasındadır. Hər ikisi konvergent sərhəddə yerləşir. Ölkə olaraq Antarktida heç bir ölkəyə aid olmadığına görə qarşısında ölkə yoxdur. Apu ada vulkanıdır. Filippinin Mindanao adasında yerləşir. Pinatubo da Filippinin Luzon adasında yerləşir. Bunu da dedik. Yaponiya arasında Aso, Fujiyama hər ikisi demək Fujiyama Honshu adasında, Aso isə Kyushu, bəzən belə də deyirlər. Hər ikisi konvergent sərhəddə yerləşən vulkanlardır və ölkə olaraq hər ikisi Yaponiyadadır. Mauna Kea, Mauna Loa Havay adalarıdır. Divergent sərhəddir, yəni əsas tərkibli vulkanlardır və ölkə olaraq ABŞ-a məxsusdur. Kirinci Sumatra adasıdır. İndoneziyanın Sumatra adasındadır. Semiramis, Slamet, Agona isə Filippinin, daha doğrusu İndoneziyanın Yava adasında yerləşir. Bütün vulkanlar da konvergent sərhəddədir. Yəni toqquşmadır, turş tərkibli vulkanlardır. Kanar adalarında Tayde vulkanıdır. Divergent sərhəddədir. Diqqət edin, divergent sərhəddədir. Kanar adaları da İspaniyaya məxsusdur. Ona görə də Tayde vulkanına deyirik ki, əsas tərkibli vulkandır. Yəni püskürdüyü maddələr bazalt, andezit, bazalt və peridotitdir. Qalxanvari yaxud da hava tipli vulkanlardır. İslandiyada yerləşən Hekla, Bardar, Bunqa, Eyjafjall, Kudul hər üçü divergent sərhəddə yerləşir. Yəni əsas tərkibli vulkanlardır. İtaliyada Siciliya ada vulkanıdır. İtaliyada yerləşir, konvergent sərhəddir. 18-də Montanpeli Martinika adasındadır. Mərkəzi Amerikada konvergent sərhəddir. Mərkəzi Amerika zonasıdır. Yəni Fransaya məxsusdur qeyd olunduğuna görə. Lamington vulkanı isə Yeni Qvineya adasında yerləşir, konvergentdir. Ölkə olaraq isə Papua Yeni Qvineya ərazisində yerləşir. Adını çəkdiyimiz bütün vulkanlar, bax bu siyahıda olan bütün vulkanlar hər biri adada yerləşmiş vulkanlardır. Mən burada qayıdaq əvvəlki materiala uşaqlar. Gəlin əlavə olaraq sönmüş vulkanları da qeyd edin, unutmayaq. Rusiya ərazisində yerləşən Elbrus zirvəsi sönmüş vulkandır, 5642 metr. Gürcüstan ərazisində yerləşmiş Kazbek vulkanı sönmüşdür, 5033. İran ərazisində yerləşən Demavend, Səhənd, Savalan hər üçü sönmüş vulkandır. Demavendin də hündürlüyü 5610 metrdir. Afrikada Kenya vulkanı sönmüşdür. Diqqət edin. Kenya vulkanı. Cənubi Amerikada isə Chimborazo vulkanı. Dünyanın ən hündür sönmüş vulkanı hesab olunur. 6310 metr. Bir də burada terroru dedik, sönmüş kimi qeyd olunur. Bu qədər. Sönmüş vulkanlarda bu qədər. Demək, Elbrus, Kazbek, Demavend, Səhənd şimal mülayim işıqlanma qurşağı, Kenya, Chimborazo tropik işıqlanma qurşağı, Ross isə cənub qütb işıqlanma qurşağında yerləşdilər.
Keçən indi qitələr üzrə ayrıca xəritədə də göstərim, diqqətlə baxın. Demək, burada İslandiya adasıdır. Hekla, Bardarbunga, Eyjafjallajökull, Kudul, divergent sərhəddir, ayrılmadır burada. Əsas tərkibli vulkanlardır. Daha sonra Apinin yarımadasında Vezuvi vulkanıdır. Stromboli adasında Stromboli vulkanıdır. Siciliya adasında Etna vulkanıdır. Bunlar Avropanın aktiv vulkanlarıdır. Türkiyədə isə bu hissədə 5165 metr hündürlüyündə sönmüş Böyük Ağrı dağ yerləşir. Keçək növbəti slaydımıza. Növbəti slaydda bax burada da 5165 görünür. Böyük Ağrı dağıdır. Burada 5610 metr. Bayaq dediyimiz Dəmavənd zirvəsidir, sönmüş vulkandır. Burada Kamçatka yarımadasında Klyuchi sopkası aktiv vulkandır. Fudziyama Honshu adasında aktivdir. Aso Küsü adasında aktivdir. Filippinin Luzon adasında Pinatubo vulkanı, Mindanao adasında Apu vulkanı, Kirinci, Krakatau, Slamet, Semir, Agona, Böyük Kiçik Zond adaları, İndoneziya ərazisi, nəsə çaşıb ona həmişə Filippin deyirəm. İndoneziya ərazisi hər biri aktiv vulkandır. Daha sonra Afrikada Kanar adalarında Taidi vulkanı, burada Kamerun 4070 metr hündürlüğünde Kamerun vulkanı, daha sonra Karisimbi 4507 metr aktif vulkan, Kilimanjaro 5895 metr aktif vulkan, Kenya 5199 sönmüş vulkandır. Keçən Şimali Amerikaya. Katmai Veniaminov ABŞ-ın Alyaska ştatında aktivdir. Rainer Shasta ABŞ ərazisində aktivdir. Meksika ərazisində Colima, Popocatépetl, Orizaba aktiv vulkandır. Daha sonra Taxumulco, Momotombo, burada isə Montanpeli, Martinika adasında. Hər biri aktiv vulkanlardır. Cənubi Amerikada ekvator xəttindən şimalda Ruiz vulkanıdır. Ekvator xəttindən cənubda Cotopaxi aktiv və Chimborazo sönmüş vulkanları yerləşir. San Pedro vulkanı cənub tropik xəttindən şimalda və cənub tropik xəttindən cənubda olan Llullaillaco vulkanı. San Pedro, Llullaillaco hər ikisi Çili ərazisində yerləşir. Daha sonra Antarktida ətrafında Erebus vulkanı aktiv vulkandır. Keçən Okeaniyaya. Okeaniyada Yeni Zelandiyanın şimal adasında Ruapehu vulkanı, Havay adalarında isə Mauna Loa, Mauna Kea və Kilauea vulkanları yerləşir. Bu şəkildə. Burada da Yeni Qvineyada Lamington vulkanı. Bu ərazilər Okeaniya qitəsi olaraq qeyd olunur. Avstraliya və Okeaniya. Burada belə bir qeydimiz də var ki, Yeni Zelandiyanı bəzən Okeaniya, bəzən isə Avstraliya regionuna aid edirlər. Bugünlük dərsimiz bu qədər. Ümid edirəm hər biriniz üçün faydalı oldu. Lazım olarsa özünüz üçün qeydlər aparın, təkrarlayın. Buradan qəbula mütləq şəkildə sual salacaqlar. Sağ olun, diqqətiniz üçün var olun.